Mən də öz növbəmdə bu il liseymizə məzun olan bütün müdürləri ilə təbrik edirəm. Onların hər birinə bol şans, uğurlar arzu edirəm. Əminəm ki, bu ilki məzunlarımız hər zaman bizi sevindirəcək, öz valideynlərini, doğmalarını, onları sevənlər, əzizlərini sevindirəcəklər. Mən 6-cı sinifdən bu ilk 11-lərə dərs demişəm, hər birini körpə vaxtından tanıyıram demək olar ki, 6-lar balaca idi, hamısı biraz keçdi, pandemiya düşdü. Pandemiya vaxtı hər birinin təzə düşən vaxtlarda addımı, davranışı hər dəfə mənim yadıma düşür. Artıq belə deyək də qapanmaq üzrə idik. Uşaqlar hamısı spürt gətirirdi. Heç yadımdan çıxmır, 7-ci sinif idi, 6-cı dərsim 7-ci siniflərə idi, birinci siniflər. Ən birinci partada oturmuşdu. Müəllimə, sizə spürt var, həmişə yanınızda saxlayın bu ifadəsi. Həmişə mənim yadıma düşür. Ülvini indi də görəndə deyirəm ki, doğrudan da o balaca yaşlarından uşaqlara dərs deyəndə gəlib bu günlər onların məzun olması mənim üçün çox fəxrlidir, qürurludur. Hər birini psixologiyasına bələdəm, hər birini yaxından tanıyıram. Çox doğmadılar mənə. Biraz da kövrəlirəm ki, artıq onlar bitirirlər, gedirlər. Onların səsi həmişə ucalardan gəlsin, yüksək auditoriyalardan gəlsin, daima valideynlərini sevindirsinlər. Əminəm ki, bu belə də olacaq. Uğurlar arzu edirəm, çox sağ olun. Əziz 11-cilərimiz, hər birinizi məzun olmağınız münasibətilə təbrik edirəm. Tezliklə universitetdə qəbul olmağınız və tələbə adlı qazanmağınız münasibətilə təbrik eləməyi diləyirəm hər birinizə. Düzdür, mən bu il 11A sinifində dərs demişəm. Bu vaxta kimi o sinifi mənim əziz müəllimim Sevda müəllimə yetirib. Onların yetirməsini mən davam etdirməyim üçün özünü qürur duyuram və belə gözəl uşaqlar yetişdirməyinə görə Sevda müəllimənin özünə təşəkkür edirəm. Hər biri həqiqətən təqdirə layiq şəkildə həm tərbiyə baxımından, həm təhsil baxımından təqdir olması şagirdlərdir. Hər birinin xətri mənim üçün əzizdir. Nə yaxşı onları tanımışam, hər birinə uğurlar arzulayıram. Həyat yolları daima uğurlu olsun. Səsləri, soraqları, hansı peşədə, harada olmaqlarından asılı olmayaraq səsləri, soraqları hər zaman yaxşı yerlərdən gəlsin. Əziz və dəyərli 11-cilər, sizi məzun olmağınız münasibətilə təbrik edirəm. Artıq yeni həyata qədəm qoyursunuz. Arzu edirəm ki, qarşınıza qoyduğunuz hədəflərə, məqsədlərə çatasınız. Harda olmağınızdan asılı olmayaraq, hansı peşəyə, hansı ixtisasa yönəlməyinizdən asılı olmayaraq, özünüz üçün, cəmiyyət üçün xeyirli, vicdanlı, mənəvi keyfiyyətləri yüksək bir şəxsiyyət olasınız. Yolunuz açıq olsun, əziz 11-cilər. Əziz 11-cilər, artıq liseyi bitirməyinizə sayılı günlər qalır. Qarşıda sizi daha maraqlı, daha mənalı həyat gözləyir. Biz inanırıq ki, sizin hər birinizi gələcəkdə, təhsildə, iş həyatınızda qazandığınız uğurlarla sizi hər zaman sevindirəcəksiniz. İnanırıq ki, hər biriniz xalqınıza, dövlətimizə layiqli vətəndaş olacaqsınız. Salam əziz 11-ci sinif uşaqları. Siz bizim üçün hamınız dəyərlisiniz, əzizsiniz. Mən də digər müəllimlər kimi sizə uğurlar arzulayıram. Arzu edirəm ki, ən yüksək ürəyinizdən olan institutlardan səsiniz gəlsin. Harada oxumağınızdan asılı olmayaraq, arzu edirəm ki, Azərbaycan dövləti üçün layiqli bir vətəndaş olasınız və bu yolda da sizə uğurlar arzulayıram. Arzuluma gəldikdə isə mən sizin arzularınızı qoşduram. Hər kimin nə ürəyində arzusu varsa, Allahdan arzu edirəm ki, həmin arzuları Çin olsun. Sağ olun. Əziz 11-lər, bu illəri sizi məktəb qurtarmağınızla təbrik edirəm. Sizə gələcəkdə inşallah arzu edirəm ki, bu illəri hamınız istədiyimiz institutda, istədiyimiz dərəcədə qazanmışsınız və həmin ocağı bitirəndən sonra və bizi yaddan çıxarmırsınız. Həmişə bir fiziki tərbiyə müəllimi kimi yad edirsiniz. Ən azından sizə voleybol topu vermişim, yaddan çıxartmırsınız. Hamınızı təbrik edirəm. Əziz gözəl hörmətli 11-lərimiz, sizin gələcək həyatınızla inşallah bundan sonraki həyatınızda uğurlar arzulayıram. Allah yar və yardımcınız olsun, Allah ayrılıqınızı xeyir versin. Bundan sonraki həyatınızda inşallah istədiyiniz usta, ali təhsil məktəbində qəbul olarsınız, istədiyiniz alətinə məşğul olarsınız.
İnşallah biz de yaddan çıxarmazsa kəsiniz gəlib bizə iade edirsiniz. Allah Əziz 11-ləriniz, hər birinizi məzun günü münasibəti ilə təbrik edirəm. Sizə həyatda bol şans, uğur arzu edirəm. Ümid edirəm ki, hər biriniz istədiyiniz universitetin tələbəsi olaraq növbəti ilə başlayarsınız. Əziz 11-lər, sizi məzun olmaq münasibəti ilə, imtahanda uğurlu olmaq münasibəti ilə təbrik edirəm. Gələcək həyatınızda sizə bol şans, uğur arzu edirəm. Arzu edirəm ki, gələcək planlarınızı necə qurmusunuzsa, necə arzulamısınızsa, elə o formada da əldə edə bilərsiniz. Hər zaman yolunuz açıq olsun. Bu ilki 11-lərə onu arzulayıram ki, qoy hamı ən yüksək bana öz istədiyi yerə qəbul olsun, uğurları çox olsun, qoy onların səsləri daimi yüksəkliklərdən gəlsin, biz də onlara baxıb fəxr edək. Əziz 11-cilər, bu il siz 11 illik təhsilinizi başa vurursunuz. Bu münasibətlə sizi səmimi qəlbdən təbrik edirəm. Siz 11-cilər liseyin ilk altılarısınız. Bu məktəbə gələndə qorxa-qorxa, ürkək, balaca addımlarla, boydan da bəstə, balaca bir uşaqlar idiniz. İndi maşallah böyüyüb, gənclər olmuşsunuz. Sizə nə arzulaya bilərəm? İlk öncə harda olursunuzsa olun, hansı təhsil ocağında oxusanız, hansı ixtisasa yələnsəniz fərqi yoxdur. İlk öncə valideyniniz üçün, cəmiyyət üçün xeyirli bir insan olmağa çalışın. Bu həyat yolunda sizə uğurlar arzulayıram. Ayağınız büdrəməsin, həmişə yolunuz açıq, aydın, rəvan olsun. Sizi çox sevirəm. Əziz məzunlar, əziz 11-lər. Hər birinizi yeni həyata qədəm qoymaq münasibətilə təbrik edirəm. Hər birinizə həyatda uğurlar arzulayıram. Yolunuz daim yaşıl işıqla işıqlansın. Hər biriniz ürəyiniz istəyən ali məktəbə daxil olasınız. Biz də sizin uğurlarınıza baxıb sevinək. Həyatda öz yerinizi tapmağı arzulayıram. Bir daha hamınıza uğurlar olsun. Salam əziz 11-lər. Sizin məzun olmağınız münasibəti ilə ürəkdən təbrik edirəm. Bundan sonraki həyatınızda sizə uğurlar arzulayıram. İnşallah yolunuzda həmişə yaxşı insanlar çıxsın. Əziz 11-lərimiz, sizi gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. İnşallah ki, arzuladığınız yerlərə nail olasınız və həmin arzuladığınız yerlərə çatasınız. Arzum budur ki, istədiklərinizə nail olmaq üçün nə əziyyət çəkiminiz heç bir yerdə qalmasın və sizə gələcək təhsil həyatınızda müvəffəqiyyətlər diləyirəm. Var olasınız. Əziz 11-cilərimiz, sizinlə bu il tanış olmuşuq. Lakin buna baxmayaraq, hər biriniz sevimli, əziz və dəyərlisiniz mənim üçün. Sizə nə arzu edə bilərəm? Qarşınızda yeni həyat yolu açılır. Bu həyat yolunda heç vaxt büdrəməməyi, daim uğur əldə etməyi arzu edirəm. Həyat yolunuz daim işıqlı olsun. Yolunuz açıq olsun. Əziz 11-cilərimiz. Əziz 11-cilərimiz, sizi məzuniyyət münasibəti ilə təbrik edirəm və sizə uğurlar arzulayıram. Çox möhtərəm 11-cilər. Yolunuz açıq olsun. İnşallah hər şey ürəyinizcə olar. Universitetdə tənbəllik eləməyin, fəallaşın. İntellektual oyunlara, müxtəlif layihələrə qoşulun. Boş oturmayın. Tələbəlik illərində boş oturmaq yaranır. Təbrik edirəm sizi. Hər zaman sizi zirvələrdə görək. Əziz 11-cilər, sizin məzun olmağınız münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Bu keşməkeşli həyat yolunda hamınıza uğurlar arzulayıram və sizləri hamınızı tələbə görməyi arzu edirəm. Əziz 11-cilərim, əziz məzunlarım, əvvəla hər birinizi təbrik edirəm. 11-ci sinifi bitirirsiniz, artıq sərbəst həyata qədəm qoyursunuz. Siz mənim üçün çox əzizsiniz ilk növbədə. Nəyə görə? Çünki mən ilk müəllimlik fəaliyyətimə sizinlə başlamışam. Mənim ilk şagirdlərim olmuşsunuz. Kiminizlə 8-ci sinifdən, kiminizlə 9-cu sinifdən bərabərik. İlklər heç vaxt unudulmur. İlklər həmişə yadda qalan olur, əvəz olunmaz olur. Ona görə də məncə siz şanslısınız ki, mənim ilklərimsiz və
heç vaxt sizi unutmayacağam. Daima mənim yaddaşımda qalacaqsınız. Ona görə mənim ilkim olduğunuz üçün, mənə bu müəllimlik təcrübəsini yaşatdığınız üçün sizə təşəkkür edirəm. Yaxşı ki də sizlərlə bu yola çıxmışam, yaxşı ki də yoluma sizlərlə davam etmişəm. Buna görə həqiqətən də çox sevinirəm. İlk növbədə uğurlar arzu edirəm sizə. Bu sərbəst həyatınızda İnşallah hər biriniz tələbə adınızı qazanarsınız. Bu tələbəlik həyatında sizə uğur arzu edirəm. Yollarınız daima açıq olsun. Hər zaman harda olmağınızdan asılı olmayaraq daima ətrafınızda sizə şans getirəcək, sizə uğur getirəcək, sizi xoşbəxt edəcək insanlar olsun çevrənizdə. Heç vaxt etdiyiniz işdən, seçdiyiniz peşədən peşman olmayasınız. Hər zaman ürəyinizin səsinə qulaq asın və bilin ki, o sizi doğru yola aparacaq. Əslində deyilmə, sözlərim çoxdur, sadəcə video uzun olmasın deyə çox danışmaq istəmirəm. Sözlərimi sizə şəxsən bildirəcəm. Belə çox danışmaq istəmirəm. Hamınıza uğurlar arzu edirəm, hamınızı çox istəyirəm. Sağ olun. Əziz 11-lər, əziz məzunlarımız, sizin hər birinizi sağ-salamat, məktəb illərini başa vurub, artıq məzun olmanız münasibətilə təbrik edirik. Məlumdur ki, bundan sonraki hədəfiniz və məqsədiniz tələb olmaqdır. Mən sizə arzu etdiyiniz ixtisasa sahib olmağı, ona hakim olmağı arzu edirəm. Bilirsiniz, bir insana zəhmət çəkəndə insan doğmalaşır. O baxımdan artıq illərdir ki, bir-birimizi tanıyırıq. Və məlumdur ki, aşağı siniflərdən, 6-dan, 7-dən dərs tədris etdiyimiz üçün bir-birimizi kifayət qədər doğmalaşmışıq. 10-cu, 11-ci sinifdə 11 şeylərlə davam etsəkdir dərsimizi. Amma istəyirəm biləsiniz ki, hər biriniz elə 8-ci, 9-cu sinifdə bildiyi şagirdlərimsiz. Sizə mən həyatda can sağlığı arzu edirəm. Hansı biliyə, hansı gücə sahib olsanız belə, canınızın sağlam olması sizi daha da qüvvətli edəcək. Təhsilinizdə uğurlar arzu edirəm. Ümumiyyətlə sizin peşəkar fəaliyyətinizdə olduqca başarılı olmanızı, işinizə daha sahib olmanızı arzu edirəm. Və istəyirəm ki, biləsiniz ki, hər birinizin qəlbimizdə yeri var. Mən xüsusilə Nurayın şeirləri üçün çox darıxacam, bunu xüsusilə vurgulamaq istəyirəm. Əslində hər birimizin özünüzə məxsus gözəlliyimiz və özəlliyimiz var. 11 şeiri biraz daha burada xüsusilə vurgulamaq istəyirəm. Çünki sinifdə dərs keçəndə bu ikilərin onların maraqlı performansları olurdu. İstəyirəm deyim ki, uşaqlar, hər biriniz olduqca maraqlısınız və gözəlsiniz. Qəlbiniz, ruhunuz gözəldir. Bunu aydın görmək olur. Sizi çox istəyirəm. Allaha əmanət olun. Əziz 11-lər, hər birinizə təbrik edirik. Həyatda hər zaman uğurlu olmanızı dilirik. Hər zaman öz istəyinizin ardınca yeriyin. Heç vaxt keşin sözü ağzınızın ucundan keçməsin, geriyə dönülməyi düzəldilərək sözü ağzınızdan keçməsin. Hər zaman öz seçiminizin ardınca yerin və öz istəyinizə görə seçimlərinizi edin. Ürəyinizin sesini hər zaman qulaq asın. Hər bir insanın daxili sesi insanı çox ucalara sahibdir. Hər birinizin ayrıca sevirik, hər birinizin özəlliyi var. Dəcəlliyiniz, şıltaqlığınız, qeyri-adi məntiqiniz, ayrıcalanmağınız, hər bir cəhətdə hər bir uşaq özünə görə özəlliyi var və ona görə də seçilir. Və hər zaman dediyimiz sözü yenə təkrarlayacaq. Qulaq Fetulun qapıları həmişə sizə açıqdır. İstədiyiniz vaxtda sevincini bölüşməyiniz üçün, həyəcanınızı bölüşməyiniz üçün, kədərinizi, bir probleminizi, qayğınızı, bir düşüncəni paylaşmaq üçün nə vaxt istəsəniz bizə deyin, həmişə Fetulun yara bilərsiniz. Həmişə sizi burada dinləyən, sizə dəstək olan müəllim kollektiv. Sizə bu var. Əziz 11-lər, bugün siz həyatınızın mühüm bir mərhələsini başa vurursunuz. 11-ci sinifi bitirirsiniz və yeni yolların astanasına qədəm qoyursunuz. Bu yolda sizə uğurlar arzulayıram. Səmimi qəlbdən hər birinizi təbrik edirəm. Can sağlığı arzulayıram. Ümid edirəm ki, orta təhsildə, yəni liseydə aldığınız o bilik, bacarıq, o dəyərlər, o münasibətlər sizə gələcək həyatınızda da bələdçilik edəcək və
hansı peşəni seçməyinizdən asılı olmayaraq siz həmin peşəni layiqincə, bacarıqla yerinə yetirəcəksiniz və ölkəmizə layiqli bir vətəndaş olacaqsınız. Hər birinizə uğur, can sağlığı arzu edirəm. Qarşınızda olan məqsədlərə tez çatmağı arzulayıram. Yolunuz açıq, bəxtiniz parlaq olsun deyirəm. Harda olsanız da bilin ki, sizlər bizim fəxrimizsiniz. Var olun. Bətndən artıq çox məlumat vermiş olan hər biriniz üçün öz üzərində bilin. Sizə arzularımız nədən ibarət olur? Həyatda hər zaman öz istəyinizin ardınca gedin. Heç vaxt keşke sözü geriyə dönüb bunu dəyişiblər sözü alnınızın ucundan da keçməsin. Hər zaman öz seçiminizdən, öz seçiminizin ardınca gedin. Yenə də. Çəkirsən Kəmal. Çəkdi bu daşı. Əziz oyuncularımız, sizləri səmimi qəlbdən təbrik edirəm. Bu 5 illik. Əziz 11-cilər, hər birinizi məzun olmağınız münasibətilə təbrik edirəm. Artıq Əziz 11-lər, falı görmədi qalsın. Əziz 11-cilər, yolunuz açıq olsun. İnşallah bütün nəticələr, hər bir imtahanınız, hər bir işiniz sizin ürəyinizcə olar. Axır, hər bir məqsədinizə çatasınız. Elə deyəməm, belə deyəməm, necə də.